Dərs ədəbiyyat, mövzu yağış. İlk öncə yağışın nə olduğunu və necə yarandığını öyrənək. Nəfəs aldığımız hava heç də quru olmur. Onun tərkibində həmişə dəniz və çaylardan buxarlanmış, həmçinin heyvan və bitkilərin nəfəs alması nəticəsində əmələ gəlmiş su buxarı vardır. Əgər havada buxar kimi istidirsə, o atmosferin daha yüksək qatlarına qalxır. İsti hava və buxarı yuxarı qalxdıqca zaman soyuq hava kütləsi ilə qalxır. Belə halda su buxarı birləşir və göz ilə görünə bilməyən kiçik su buxarı damlacıqları şəklində kondensata çevrilir. Su damcıları böyüdükcə buludlar yaranır. Yağış iki yerə bölünür. Yaxşı və pis cəhətləri. İlk öncə sizə pis cəhətlərini deyim. Yağış həddindən artıq yağan 5 ölkə budur. Kolumbiya, Bangladeş, Singapur, İzlanda, Braziliya. 3 metr 24 santimdən 1 metr 76 santima qədər uzayan bu su sövhəsi insanların ölümü ilə nəticələnir. Bir insan boyu və ya bir insan boyunun 3 qatına gəlib çıxır. Və bu da 1.228.000, 3.441.000 insanın ölümünə səbəb olur. Amma narahat olmayın, bunun yaxşı cəhətləri də var. Yağışın yaxşı cəhətləri budur ki, İnsanlar 2020-ci ildən sonra artıq yağışdan qorunmaq üçün evlərini hündürdən tikməyə başlayır və su sadəcə ikinci mərtəbəyə qədər dolsa, üstdəki mərtəbəyə su gəlmir və bu sayədə insanlar rahat yaşayır. Yağış suyundan isə elektrik. İlk öncə su orada olur, elektriyə çevrilib aşağı düşür və bu sayədə yağış suyundan elektrik əldə edilmiş olur. Yağış suyundan barajlar inşa edilib. Yağış suyu barajlara dolur və bu sayədə barajlar yağış suyunu təmizləməyə başlayır və təmizlədikdən sonra artıq təmiz içməli su olur. Dinlədiyiniz üçün təşəkkürlər.